Məncə artıq vaxtıdır. Baxın məndə nə var? Oktyabrın 25-idir. Tarixi də qeyd etdiyimizə görə açar. Keçən il olan daha böyük idi, düzdür. Buralara qoyaram baxarsınız. Ancaq bu da gözəldir. Belə bu formada. Formada bir bazadır. İkidə belə bir highlighter var. Formada bir highlighter var içində. Makyajlar üçün bu formada bir palet var. Qəhvəyi rəngdə linerdir. Açıq rəngdə bir eyelinerdir. 5 nömrədə saç üçün olan stik var. Stikdir. Buradan çıxan balaca saçlar üçün. Bir dodaq üçün olan məhsulda, hansı ki bunu öncədən vurub sonra soyurdum. Bu barədə videolarım var. Burada olan ikinci məhsul isə belə bir Shiglam'ın stik ənliyidir. Çox qəşəngdir rəngi bu arada. Transparan kirşanı var. 8 rəqəmi nəsə böyükdür. Belə bir dörtlü dəsti, hansı ki bununla siz konturlama edirsiniz. Leyə bənzər bir şey dodağa vurursunuz və üzərindən bu zərini vurursunuz. Amma keçən ilkin açılışı da qəşəng idi. Amma məşhur ilk məhsulunu aldığım ənliklərdən belə bir rəng tonu var. Göz üçün belə bir balaca zəri var. Yumuşaq olan. Bu məhsulu məncə görmüsünüz artıq. Shiglam'ın məşhur dodaq şını olan ən bəyəndiyim rəng çıxdı kalendarın içindən. Soruşsanız almağa dəyərmi? Çox dəyər. Çünki qiymətinə görə bütün sevilən məhsulları var bunun içində. Hətta deyərdim ki, ən yararlı advent kalendarlardan biridir. Arada bu da açılır. Bunu belən içində təqvim kimi saxlamaq olar. Növbəti kalendarda görüşərik.